Belə bir sual paylaşmışdıq. Bir-biri ilə münasibətdə həm hiperonim, həm hiponim kimi düşünülə bilən sözlər üçün ortaq xüsusiyyəti seçin. Əvvəlcə baxaq hansı sözlər bu cür düşünülə bilər. Sözlər buradadır və sözlərə baxdıqda, nümunələrə baxdıqda görürük ki, burada nəqliyyat vasitəsi hiperonimdir. Hiperonim. Maşın bunun hiponimidir. Maşın. Çünki maşın nəqliyyat vasitəsinin növüdür. Velosiped də hiponimidir onun. Aşağıda Honda, Prius, Toyota bu cür nümunələr var. Toyota da, Honda da maşının növləridir. Yəni Toyota, Honda bunlar maşına daxildir. Deməli, maşın sözü həm hiperonim oldu, həm hiponim oldu. Nəqliyyatla münasibətdə hiponim oldu. Toyota, Honda ilə münasibətdə hiperonim oldu. Və burada gördüyünüz kimi Prius da var, məşhur Prius. Bu da Toyota'nın bir markasıdır. Yəni Toyota'nın içində gedən bir növdür. Özümüz belə bir məşhur maşın saldıq ki, kimsə deməsin ki, biz o birisi maşınların modellərini və ya markalarını hardan bilək. Toyota Prius yəqin ki, gündə ən azı bir dəfə rastınıza çıxan bir maşındır. Yəni adamın gözünün qabağındadır. Yəni Prius da Toyota'nın hiponimidir. Amma Mustang Honda'nın da, Toyota'nın da növü deyil. Deməli, burada Toyota sözü maşına münasibətdə hiponim oldu, Prius'a münasibətdə hiperonim. Toyota və maşın sözləri üçün ortaq xüsusiyyət. Kar samitlə başlayır, yox, maşına aid deyil. Tərkibində yalnız qalın saitlər işlənib, aha, doğrudur, B-ni götürürük. Saitlə bitir maşına aid deyil, tərkibində cingiltili samit yoxdur. Maşın sözü var. Toyota'da var. İkisində də var. Son səsi yazıldığından fərqli tələffüz olunur. Heç birinə aid deyil. Yalnız B variantı uyğun gəlir.